Danışıqlar və mesajın göndərilməsi açıq informasiya mənbələrində, qaynaqlarında bir şey olmadığına görə bunu ehtimal etmək olar. Amma Rusiyanın iştirakına gəldikdə mən düşünürəm ki, əlbəttə istəmir. Əlbəttə, əgər ABŞ Rusiyanın ümumiyyətlə bu yolların nəzarətini istəsəydi, onda şimal yolunu bərpa edərdi. İndi zaten Trump'ın o şansı var. Yəni Çindən Avropaya gedən, şimal, yəni Rusiya ərazisindən gedən yolu bir formada dirildərdi, yəni o yolun o maneələri aradan qaldırardı. İndi zaten də müəyyən addımlar atır. Deməli, marağı yoxdur. Deməli, Rusiyanın bu ticarət yollarının üstündə olmasına və yaxud da nəzarət etməsinə ABŞ qəti maraqlı deyil. Deməli, orta yolun da bir formada Rusiyanın hansısa formasında işləməsində iştirakına, nəzarətinə də razı deyil. Amma dediyim kimi, sanki bunu ertələyir. Ola bilsin, hələlik İran məsələsini həll etmək lazımdır. Yəqin ki, ABŞ düşünür ki, Trump düşünür ki, bu mərhələdə Rusiya ilə qarşı durma olarsa, Rusiya da İran məsələsində müqavimət göstərər, hansısa sorunlar yarada bilər. Bəlkə də bu olmasın deyə hələlik sanki Güney Qafqazı görməzdən gəlir. O cümlədən bu orta yola da o qədər maraqlı olmur. Ümumiyyətlə Güney Qafqaz sanki onun prioritetində deyilmiş kimi davranırlar. Amma bölgə çox vacib bir bölgədir və yalnız bizim bölgə deyil, həm də Türkistan da çox vacib bölgədir. Biz görürük zaten bu günlər ABŞ-nin strateji xətti yavaş-yavaş Çini bir formada zəiflətməkdir. Və Çindən gələn ticarət yolları da məhz bu orta yoldadır. Deməli, orta yol əslində Amerikanın bu gün strateji marağında olan bir şeydir. Ona görə də buradan sanki dediyim kimi bəlkə də zaman planlanmasında növbəti mərhələdə burada onun aktiv siyasətini görəcəyik. Amma biz xatırlayırıq hələ vaxtilə Biden administrasiyası da çox sərt şəkildə bunlar bildirirdilər ki, mütləq bu ticarət yolu açılacaqsa, yol dəhlizi, yəni bu orta yol Zəngəzur dəhlizindən keçməlidir. Yəni Ermənistan ərazisindən keçməlidir. Yəni əslində onlar maraqlıdırlar ki, Ermənistan bu kommunikasiyaya qoşulsun. Ermənistan bu yolun bir hissəsi olsun və bəlkə də bununla da onun həm də təhlükəsizliyinin təminatı, həm də onun iqtisadi baxımdan deyək ki, imkanlarının yaxşılaşması, Rusiyadan asılılığın azalmasında maraqlıdırlar. Amma hələlik Rusiyanın regiona təsiri var, ciddi təsiri var. Üstəlik də İran dəstəyi var. Və ona görə məncə bir qədər yəqin ki, İran məsələsini həll etdikdən sonra bu məsələni yoğunlaşacaqlar. Rusiyanın da hələlik müxtəlif bəhanələr var. O üç tərəfli müqavilə üzərindən Rusiya hesab edir ki, o dəhlizi o nəzarət etməlidir. İndi mən düşünürəm ki, artıq 25-ci ildə Rusiyanın da o şansları azalır. Yeri gəlmişkən o müqavilənin müddətinin bitməsinə 6 ay qalmışdan tərəflər etirazını bildirməlidirlər ki, bu müqavilənin növbəti 5 ildə uzanmasının qarşısı alınsın. Yəqin ki, bunu Azərbaycan tərəfi edəcək. Hər halda, yəni mən hesab edirəm, Güney Qafqazdakı bu deyək ki, enerji layihələrində də bir formada iştirak edir və orta yolda da çox maraqlıdır. Sadəcə olaraq yəqin ki, bu İran məsələsini çözdükdən sonra, Rusiya-Ukrayna savaşına bağlı məsələlər yekunlaşandan sonra bura daha çox diqqət yetirəcək.